Salam millət. Mən buradan üzümü tuturam ölkə rəhbəri İlham Əliyevə. Alicənablı göstərib rəsmi sizlə müraciət eləyəcəm. Cənab Prezident deyəcəm. Cənab Prezident İlham Əliyev. Siz özünüz deyirsiniz ki, vətəndaşlar hələ fəallaşmayıb, fəal deyil, biraz aktiv olun, siqnal verin. Bölgələrdə negativlər, problemlərlə qarşılaşdırsa, müraciət eləyin, siqnal verin. Bu ifadə sizin ifadənizdir. Deməli, Cəlilabad rayon Pirvon kənd ərazisində həm kənd cəmaatının, həm qonşu kənd cəmaatının bizim torpaq ərazisinin, yəni Pirvon kənd ərazisinin sahələrində, hansı ki boş yerlərdə o tullantılar ki var, onları ora tullayırlar, ora topalayırlar. Amma onu aradan qaldırmaq üçün heç bir tədbirlər görülmür. Sonda gəlir məsələ bələdiyyənin üzərinə. İndi biz də fəallıq göstərək, fəallığımızı göstərərək, bizi də indi kənddə, kəsədə, eldə, obada bilənlər, tanıyanlar çəkib video atırlar, deyirlər, vasitələr var ki, bunu ictimailəşdirəsiniz, qoy görsün o instansiyalar, qurumlar bundan bir tədbir görsün. Mən o videonu təbii ki YouTube kanallarında ictimailəşdirib o video YouTube'u yönətmişəm Pirvon kənd bələdiyyə sədri Şəmsəddin müəllimə. Hörmətli Şəmsəddin müəllim. İlham Əliyev, hörmətli Şəmsəddin müəllim, yəni ona hörmətli deyirəm, amma sizə İlham Əliyev deyirəm. Gör nə qədər fərq var. Şəmsəddin müəllim yazır ki mənə, deyir, ged işi ilə məşğul ol. İlham Əliyev, bax, deyirsən ki, vətəndaş qanuna, dövlətə, dövlət qanunlarına tabi ol. Sənin məmurun tabi olmur vətəndaşın o atdığı kadra. İndi mən də deyirəm İlham Əliyev, sən və Şəmsəddin və o dövlətin adından istifadə edən dövlət qurumları gedin işi ilə məşğul olun. Ki, mənə deməyin, Kamran, çıxış eləmə, çıxış vermə. Vermişəm, verəcəm. Geçsin Şəmsəddin müəllim, zəhmət çəksin, həmin o video ki paylaşılıb, ona göndərilib, ha. Onu o zibili aradan qaldırsın. Mən demirəm günah ondadır, günah vətəndaşlardadır. O vətəndaş da neynəməlidir, zibili hara tökməlidir? Yer yox, məkan yox. Düzdür? Geçsin onu aradan qaldırsın, məsələ qaldırsınlar. Vergi hesabına yığılan pula, kəndin vergi hesabına o zibil tullantıların haraya toplanmalıdır, harada realizasiya olmalıdır, o məsələyə baxsınlar. Da biz gəlib 20-ci əsrə çıxmışıq. Bakının da ortasını su basıb, təbii ki. Nəysə, ölkə dəyib bir-birinə.